Almanya, Germany, Deutschland, New Mexico hansı adı düzdür bu ölkənin? Salam dostlar, ölkələr barədə maraqlı faktlar rubrikasını sevdiyiniz üçün çox sevindim və bu səfər mən sizə Almanya barədə danışmaq istəyirəm. Öncə soruşduğum kimi də bu ölkənin adı düz necə deyilir və bu sualın cavabı isə asılıdır. Siz hansı dildə danışırdınız? O dildə də teftonların, ölkələrinin, torpaqlarının adlarını elə deyirdilər və həmişə olduğu kimi tarix bizə Roman imperiyasına aparır. Nə zaman ki güclü İtalyanlar Reyland tərəfə gəlmişlər, yəni ölkənin qərbi tərəfə və orada bir çox başqa millətlər yaşayırdı bu torpaqlarda və hərəsi öz qonşularını öz dillərində başqa cür çağırırdılar. Kimlər isə onları qonşular deyərək çağırdı, kimlər isə lallar, kimlər isə meşə adamları və bu hamısı orada yaşayan torpaqlarda balaca xalqların adları idi. Və zaman getdikcə də yenə də orada yaşayanlar adları yenə də bəzi ölkələr necə ilk adlar qalmışdı elə də çağırırlar. Almaniyada belə bir qərar var ki, əgər sən türmədən ya həbsxanadan qaçsan, bunun üçün səni cəza gözləmir. Çünki 19-cu əsrdə 1800-cü illərdə məhkəmə belə bir qərar çıxartdı ki, qaçmaq bu insanın azadlığa çıxmaq hissidir və bu ən əsas insan instinktlərindən biridir. Almaniyada yaşayış keyfiyyəti yüksək olduğuna görə qadınları 83 yaşına kimi, kişiləri isə 78 yaşına kimi yaşayarlar. Demək ki, qocaları daha da çox olur və insanları qocalıq zamanını, yaşına gəlib çıxa bilirlər çox. Yəni, ASTV-nin dediyi kimi Almaniya dağılmır və orada yaşayan insanların həyat keyfiyyəti çox yüksəkdir. Almaniya ən birinci ölkələrdən idi ki, hansı ki yay zamanına keçdi və bu 1916-cı ildə baş verdi. Bunun səbəbi isə müharibə zamanı kömürə qənaət etmək üçün idi. Gəlin biraz da musiqidən danışaq və dünya klassik musiqisini, kompozitorlarını və bəstəkarlarının ən çoxu ya Almandılar, ya da ki Alman torpaqlarında doğulublar və fikirləşirəm ki, bunların bir çoxunu siz də tanıyırsınız. Tanımışsınızsa deyim, Bach, Schumann, Mendelssohn, Gendel, Beethoven, Wagner, Brahms və s. bunlar hamısı Almanlardılar. Adlar çəkmişkən də o zaman avtomobil markalarından da biraz danışım. Tanınmış avtomobil markaları Audi, Skoda, Seat, Bentley, Porsche, Lamborghini bunlar hamısı Volkswagen konsernine aiddirlər. Ən tanınmış soyadlar sizcə Avropada hansılardır? Təbii ki, Alman soyadları Müller soyadıdır. Təxminən Almaniyada bu soyadla yaşayan insanın sayı 320 minə çatır. Dünyada ən birinci çap olunmuş kitab da məhz Alman dilində olubdur və bunu 1445-ci ildə Ion Gutenberg edibdir və ən birinci çap olunmuş kitab Xristianların müqəddəs Bibliyası olub və o 42 səhifədən ibarət olubdur. Almanlar sevdiklərinə Schatz deyə adlanırlar. Bu xəzinə deməkdir tərcüməsində və Hollandlılar da eyni bu sözü sadəcə biraz başqa cür tələffüz olunur. Schatz deyirlər və ya kiçiltmək istəsələr o zaman Schatz deyirlər. Berlin dünyada ikinci yerdədir ki, harada türklərin sayı çoxdur, birinci yerdə isə Ankaradır və Almaniyada kirayə evlərdə yaşamaq çox normaldır. Əhalinin 3/4 hissəsi kirayə evlərdə yaşayır və Niderlandla da fərqləndirsə, Niderlandda da demək olar ki, eynidir, burada da çox insan kirayə evlərdə yaşayır. Son zamanlara kimi Alman qadınları kosmetikadan istifadə etmirdilər və bildiyiniz kimi son illər çox xaricilər gəlib Almaniyaya, gözəl xanımlar gəlibdir və ona görə də yerli xanımlar məcbur olublar kosmetikadan başlasınlar istifadə etməyə və Avropanın ən çirkin xanımları adını daşımasınlar. Bir çox melamanlar bilir ki, Liverpoollu dörtlüyün ilk karyera illəri, yəni 1960-cı illərin əvvəli məhz Hamburqun Qırmızı Fənərlər məhəlləsində keçibdir. Bəli, mən məhz Beatles qrupundan danışıram, amma illər sonra nədənsə bu dörtlüyü bəzi səbəblərdən ölkədən deportasiya ediblər. Misal üçün Paul McCartney ilə Pete Bestini yanğın törətdiklərindən sonra ölkədən çıxardıblar. Talantları çox olan Almanlar dünya üçün çox yeniliklər kəşf ediblər. Misal üçün avtomobil, aspirin, insulin, kitab çap etmə, pivə düzəltmə, hətta uşaq bağçaları və kontakt linzalar belə. Marburg şəhərində doğulan oftalmoloq Adolf Yevgeniy Fik 1888-ci ildə eynəklərin analoqunu düzəltdi və bununla da ilk kontakt linzlər yaratdı.
Gəlin biraz da sizə məşhur brendlərdən danışım. Bavariyada doğulan Lev Strauss 18 yaş olanda ABŞ-a emigrant kimi köçdü. Orada məşhur Amerikan cinslərinin yaradıcısı oldu və adını Levi'ya dəyişdi. İkinci vətənində çox məşhur olduğuna baxmayaraq, onu öz vətənində də, Strauss öz vətənində də çox sevirlər və 2000-ci ildə Butenheim şəhərində onun adına bir muzey belə açıblar. Başqa böyük idman brendləri Adidas və Puma Herzogenaurach şəhərində yaradılıblar və bu iki brend iki qardaş tərəfindən yaradılıb. Güya yalançı ittihamlara görə 2-ci Dünya müharibəsi zamanı Dassler qardaşlar dalaşıblar və ondan sonra barışmayıblar və hər iki brend başqa bir tərəfə yönlənib və gördüyünüz kimi indiyənə kimi çox məşhurdurlar. Kitabların çap olunmasını yaradanda yəqin ki, almanlar öz məsuliyyətlərini birinci çap olunan jurnal qarşısında da hiss ediblər və 1963-cü ildə Hamburqun, burada yazacağım adını, o çap olunan birinci jurnalı Almanın ən regular çap olunan jurnalı sayılır və indiyənə kimi dünyada Alman jurnalları ən keyfiyyətli jurnallar sayılır. Son olaraq da bunu Almaniya barədə deyim ki, ən birinci saqqız belə Alman tərəfindən kəşf edilibdir. Bunu Hans Riegel edib. Almaniya gördüyünüz kimi maraqlı bir ölkədir və bu ölkə barədə demək istədiklərim bu qədər idi. Hansı fakt sizin üçün daha maraqlı gəldi? Mənə bunu aşağıda yazın və bəlkə siz daha maraqlı faktları bilirsiniz Almaniya haqqında. Bəlkə orada yaşayırsınız, onu aşağıda yazın. Instagram və Facebookdan bura gəlmişsinizsə onu da aşağıda yazın. Çox sevinərəm ki, orada məni izləyirsiniz. Və gələn dəfə görüşənədək növbəti ölkə haqqında videonu çalışacağım. Yeni həftədə eləyim. Hələlik.